Ay Allah, bu 6'dan sonra heç nə yemir. Bunun müəllimi buna belə tapşırır. Payı atomla diyan dəymə, sakit. 6'dan, 7'den sonra da bu heç nə. 4'dən sonra, elə mən 4'dən sonra heç nə yemirəm. Deyirəm, niyə? Müəllimim qoymur. Yerə soxum o müəllimin boyunu ki, sən 7'den sonra yemursa da belə it gününə düşür, Allah. Hə, 7'den sonra sənə deyir ki, heç nə yemə. Bu, harda yazılı bu? Gecə saat 04:15-i göstərir, uşaqlar. Saatım otağımda da xotum yoxdur göstərməyə. Qaqavuz baş sizə deyir. Duz, biraz istiyot. Nədir bu? Nədir bu? Bu nədir qardaş? The egg. Yumurta. Elə biliriz donmuşam. Qabağa dal elədik. Donmamışam. Donanda suya qoyuram, özüm asılır. Hə, baxın. Bu altdan sonra heç nə yeməyənlər. Dəmə baş salanda nə olar? Altdan sonra ki, heç nə yeməyənlər. Bir gün, 2 gün dözür, 3-cü gün saat 6'dan sonra promo saat 12'də oturub bir dənə tortu deşir. Şunda uşaqlar, nə olur ki, saat 6'dan sonra heç nə yeməyəndə, savadsız söhbətdir. Çalışmalısınız. Adıdır. Bunun yanında göygöyərti olsa daha yaxşı olardı mənim üçün. Belə çalan göygöyərti, xiyar, pomidor, qırğın, qiyamət. Amma 4 dilimdə pendir. Amma yoxdur. Yoxdursa neynəmək olar ki? Bax, yoxdur, neynəyim? Yeməyim, qardaş, yumurtamı. Uşaqlar, bu dediyim çəki artırmaq istəyənlərə aid deyil. Çəki artırmaq istəyirsən? Mən də istəyirəm. Çəki artırmaq istəyirsənsə, bunun yanında bobuzulalıdır, karbohidrat da olmalıdır. Bunu gecə vaxtı biraz az yeməyimiz məsləhət görülür. Bir dənə onu ötürüm. Maraqlısı da bilsən nədir? Bir video paylaşırsan, baxırsan ki, mənalı bir video deyil, yəni böyük bir mənası yoxdur. Baxış, like dağıdır. Maarifləndirici bir video paylaşırsan, baxırsan ki, o qədər baxış gəlmir, gəlir, o qədər gəlmir. Uşaqlar, hər bir bizə məsləhətim odur ki, sağlam qidalanın. 6-7 yumurtaydı yedim. Və ondan sonra biraz da yəqin ki, qarpız yiyib yataram. Namussuz. Ləzzətli. Mən sovet qəncələri seviyorum. Güclü olmaq istəyirsə, motion olmaq istəyirsə, mənim onların proqramlarına qoşdum. Bir də saat 6'dan sonra heç nə yemirəm söhbətini, üstündən bir dənə kres, bir verin geçsin. Matı,